Xəstə xidmətləri şöbəsi olaraq fəaliyyətiniz nədə edir? Xəstələrin qeydiyyatının aparılması, xəstənin qəbuluna aparılması, tibbi xidmətin təşkilini idarə edən bir şöbədir. Bir vətəndaş istifadə etmək üçün ilk olaraq atacağı addım nədir? Təbib tabeli tibb məsələlərinə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9 Elmi Tədqiqat İnstitutuna şəxs vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər. Xəstə xidmətlər zərfi nədir? Müəyyən həcmdə, müəyyən sayda və şərtlərlə göstərilən bir xidmətlərin toplusudur. Vətəndaş ailə həkiminə yaxınlaşmadan dar ixtisaslı həkimə birbaşa yaxınlaşa bilər. Bəli, sığorta hadisəsi varsa, əgər hər hansı bir patologiya və hər hansı bir simptom varsa, vətəndaş birbaşa dar ixtisaslı həkimə müraciət edə bilər. Xəstə xidmətləri şöbəsi olaraq gələcək hədəfiniz nədir? Vətəndaş məmnuniyyətini maksimuma çatdırmaqdır. Feyza Sədiyeva hədəfi nədir? Hər vaxtınız xeyir əziz izləyicilər, Can Həkimi verilişini izləyirsiniz. Can Həkiminin bu dəfəki buraxılışında Sumqayıt Tibb Mərkəzində xəstələrə göstərilən xidmətlərdən söhbət açacağıq. Verilişimizin qonağı isə Sumqayıt Tibb Mərkəzinin Xəstə Xidmətləri şöbəsinin müdiri Leyla xanım Sədiyevadır. Leyla xanım, xoş gördük. Xoş gördük Ramil bəy. Dəvətiniz üçün sizə təşəkkür edirəm. Biz də dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Bu yeni bir xidmətdir, xəstə xidmətləri. Xəstə xidmətləri şöbəsi də yeni bir fəaliyyət növüdür və ümumiyyətlə xəstə xidmətləri dedikdə nə nəzərdə tutulur və xəstə xidmətləri şöbəsi olaraq fəaliyyətiniz nədə edir? Xəstə xidmətləri şöbəsi tibb məsələlərində xəstələrin qeydiyyatının aparılması, xəstənin qəbuluna aparılması, tibbi xidmətin təşkilini idarə edən bir şöbədir. Şöbəmiz 3 bölmədən ibarətdir. Xəstə qeydiyyatı bölməsi, xəstə qəbulu bölməsi və koordinasiya bölməsi. Xəstə qeydiyyatı bölməsi vətəndaşların müəssisəyə müraciəti zamanı qeydiyyatdan keçirilməsini, onların şəxsi və tibbi məlumatların toplaması ilə məşğul olur. Xəstə qəbulu bölməsi isə adından bəlli olduğu kimi xəstənin qəbulu prosesi ilə, həkimin və müalicənin düzgün yönləndirməsi ilə məşğul olur. Koordinasiya bölməsi isə xəstənin müalicə və təqib proseslərinin əlaqələndirməsindən və eyni zamanda həkim və tibb personalının xəstə ilə koordinasiyanın qurulmasını təmin edir. Şöbəmizin amalı vətəndaş məmnuniyyətini maksimuma çatdırmaq, vətəndaşlara səmərəli tibbi xidmətlərini təşkil etmək və eyni zamanda xəstələrin müalicə prosesinin hər mərhələsində xəstənin rahatlığını təmin etməkdir. Bu gün vətəndaşlarımız icbari tibbi sığortanın xidmətlərindən yararlanırlar. Yəqin ki, vətəndaşlarımız üçün də maraqlı olar. Sumqayıt şəhərində icbari tibbi sığorta nə vaxtdan tətbiq olunur? Respublikamızın 2021-ci il 1 aprel tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə etdi. Eyni zamanda da Sumqayıt Tibb Mərkəzində bu tarixdən əhatə edir. Xəstə xidmətləri şöbəsinin rəhbərisiniz və adından göründüyü kimi birbaşa xəstələrlə işləyirsiniz, xəstələrə xidmət göstərirsiniz. Bir vətəndaş, Azərbaycan Respublikasının vətəndaşı, istər Sumqayıt sakini olsun, dar ixtisaslı həkimin xidmətindən, dar ixtisaslı həkim nəzərdə tutulur, kardioloq ola bilər, nefroloq, nevroloq ola bilər. Onların xidmətindən istifadə etmək üçün ilk olaraq atacağı addım nədir? Hər bir Azərbaycan vətəndaşı xidmətlər zərfi çərçivəsində xidmətlərdən ödənişsiz əsaslarla yararlana bilər. Bunun üçün yetər ki, vətəndaşlar öz şəxsiyyət vəsiqəsi ilə təbib tabeli tibb məsələlərinə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9 Elmi Tədqiqat İnstitutuna şəxs vəsiqəsini təqdim etməklə müraciət edə bilərlər və lazım olan xidmətlərlə yararlana bilərlər. Ümumiyyətlə, icbari tibbi sığorta bir sosial bir layihədir, çox mütərəqqi bir addımdır, ölkəmizdə tətbiqi. Bunun əsas məqsədi nədən ibarətdir? İcbari tibbi sığorta sisteminin məqsədi göstərilən tibbi xidmətlərin əlçatanlığını təmin etmək, göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və əhalinin sağlamlıq problemləri həlli üçün maliyyə yükünün azaldılmasıdır. İcbari tibbi sığortadan vətəndaş istifadə edərkən özəyi həkimin göstərişidir, həkimin göndərişidir. Ümumiyyətlə, göndəriş hansı halda verilir və bu göndərişlərin belə deyək, etibarlı müddəti nədir? Vətəndaş müraciət etdiyi tibb müəssisəsində ona tələb olunan tibbi xidmət göstərməsi mümkün olmadıqda, həmin tibb müəssisəsi tərəfindən bu xidmətin icrası mümkün olan tibb müəssisəsinə göndəriş verilir. Bu istər dövlət tibb müəssisəsi də ola bilər və ya agentliyin müqavilə imzaladığı özəl tibb müəssisəsi də ola bilər. Göndəriş vərəqələrinin etibarlılıq müddəti var, etibarlılıq müddəti 10 gündür. Vətəndaşların göndəriş vərəqəsini müəssisəyə təqdim etdikdən sonra vətəndaşlara ambulator tibbi xidmətlər 14 gün ərzində icra olunur.
stasionar tibbi xidmətlər isə 20 gün ərzində icra oluna bilər. Yəni vətəndaşa göndəriş verildisə, məsələn, Sumqayıt mərkəzində hər hansı bir xidmət mümkün deyil biz vətəndaşa göstərək və dövlət müəssisəsinə, təbii tabeli müəssisəyə və yaxud Səhiyyə Nazirliyinin 9 evli tədqiqat institutuna biz göndəriş və vətəndaş həmin göndərişi ora təqdim etdiyi müddətdə 10 gün etibarlıdır, yoxsa ümumiyyətlə xidmət göstərildiyi müddət? Təqdim olunduğu müddət 10 gündür. 10 gün ərzində vətəndaş göndəriş vərəqəsi ilə həmin məsələyə yaxınlaşır və göndəriş vərəqəsini təqdim etməlidir. Əgər göndərişdə ambulator tibbi xidmətlərdirsə, bu 14 gün ərzində bu xidmətləri alma imkanı var. Əgər stasionar xidmətlərdirsə, 20 gün ərzində bu xidmətlərin icra müddətidir. Ambulator xidmətlərdə vətəndaş 14 gün ərzində, o zaman çərçivəsində gəldiyi həkimə növbəti dəfə 14 gün müddətində qeydiyyata yaxınlaşıb qəbz götürməlidirmi, yoxsa yox? Yoxsa birbaşa müraciət etməlidir? Mütləq qeydiyyatdan keçməlidir. Hər gəlişində vətəndaşlar qeydiyyat bölmələrinə yaxınlaşıb, qeydiyyatdan keçməlidir. Təkrar müayinədən söhbət Bəli, kontrol müayinələr deyirik. Kontrol müayinə mütləq qeydiyyata alınmalıdır və onun üzərindən qəbz götürərək həkimə müraciət etməlidir. İcbari tibbi sığortanın bir xidmətlər toplusu var, bir məcmusu var. Buna xidmətlər zərfi deyilir. Xidmətlər zərfi nədir? Xidmətlər zərfi icbari tibbi sığortanın maliyyə mənbələri əsasında sığorta olunana müəyyən həcmdə, müəyyən sayda və şərtlərlə göstərilən bir xidmətlərin toplusudur. Xidmətlər zərfinə 3315 xidmət daxildir. Bura istər ilkin səhiyyə xidmətləri, təcili və təxirə salınması üzrə xidmətlər, ambulator xidmətlər, eyni zamanda cərrahiyyə və stasionar terapevtik xidmətlər də daxildir. Vətəndaş hər hansı bir dislokasiya üzrə hansı bir ərazidə yaşayır. Məsələn, 17-ci bir rayonda yaşayır və onun ailə sağlamlıq mərkəzi bir nömrəli ailə sağlamlıq mərkəzində dislokasiya üzrə qeydiyyatdadır. Vətəndaş ailə həkiminə yaxınlaşmadan dar ixtisaslı həkimə birbaşa yaxınlaşa bilər. Bəli, sığorta hadisəsi varsa, əgər hər hansı bir patologiya və hər hansı bir simptom varsa, vətəndaş birbaşa dar ixtisaslı həkimə müraciət edə bilər. Vətəndaş qeydiyyatda olduğu ərazi üzrə poliklinika şöbələrinə yaxınlaşmalıdır, yoxsa Azərbaycan Respublikasının vətəndaşlığı istənilən poliklinika şöbəsinə yaxınlaşmalıdır? Təbii ki, istənilən poliklinika şöbələrinə yaxınlaşa bilər və xidmət təşkil olunmalıdır. Xidmətlər zərfində qeyd etdiyiniz 3315 xidmət var və insanlarımız da bu xidmətlərdən ödənişsiz şəkildə icbari sığorta çərçivəsində istifadə edirlər. Yəni ki, hansısa bir xidmətlərə limitlər də nəzərdə tutulur. Ümumiyyətlə belə bir xidmət varmı limit nəzərdə tutulur? Təbii ki, var Ramil bəy. Xidmətlər zərfində fizioterapevtik xidmətlərə sığorta sistemi tərəfindən limit tətbiq edilib. Hər bir vətəndaş il ərzində fizioterapevtik xidmət almaq üçün 30 dəfə müraciət edə bilər və hər müraciətdə yalnız 3 xidmətdən yararlana bilər. Yəni bunu biz tam aydınlaşdıraq. 3 fizioterapi xidmət və 30 dəfə müraciət. Bəli. Bu fizioterapi xidmətlər hansı nahiyələr? Sadəcə bunu biraz açmaq lazımdır, vətəndaşlarımız tam aydın şəkildə başa düşsünlər. 30 dəfə müraciət, 3 fizioterapi xidmət. Bəli. Yəni 3 nahiyə mi nəzərdə tutulur? 3 nahiyə də ola bilər və yaxud eyni nahiyənin müxtəlif fizioterapevtik xidmət növü də ola bilər. Yəni bir nahiyə üzrə 10 dəfə mi istifadə edə bilər? Artıq 10 limiti götürülüb. 30 dəfə. Bəli, 30 müraciətdir. Hər müraciətin üzərində 3 xidmət. Mən vətəndaş olaraq müraciət etmişəm, sol qolum ağrıyır. Bəli. Və fizioterapi xidmət lazımdır mənə. Və mən bu xidmət mənə 30 dəfəmi olacaq, yoxsa 10 dəfə? 30 müraciət olacaq. Hər müraciətin üzərində il ərzində 30 müraciətiniz var. Hər müraciətin üzərində 3 xidmət ala bilərsiniz. Yəni bu sizin qol nahiyənizdə əgər hər hansı bir ağrı varsa, 3 müxtəlif xidmətdən, fizioterapevtik xidmətdən hər müraciətində yararlana bilərsiniz. Və eyni zamanda əlavə olaraq qaraciyər, böyrək və sümük iliyi transplantasiya əməliyyatları üçün də sığorta sistemində limit tətbiq olunur. Qaraciyər 100, böyrək 150, sümük iliyi transplantasiya əməliyyatı üçün isə 20 sayda limit tətbiq olunur. İl ərzində bəli. Xidmətlər zərfinə yəqin daxil olmayan xidmətlər də var. Bəzən vətəndaşlarımız elə bir xidmətlərdən yararlanmaq istəyirlər ki, həqiqətən də o xidmətlər zərfində nəzərdə tutulmuyor. Belə olan halda bir anlaşılmazlıq yaranır. İstərdim bunu aydınlıq gətirəsiniz. Hansı xidmətlər zərfində nəzərdə tutulur? Xidmətlər zərfinə dövlət proqramı çərçivəsində nəzərdə tutulmuş xidmətlər, stomatoloji xidmətlər,
kosmetoloji xidmətlər, plastik cərrahiyyələr, süni mayalama və bir çox digər xidmətlər daxil deyildir. Burada qeyd etmək istərdim ki, vətəndaş bu xidmətlərdən yararlanmaq istəyirsə, öz maliyyə vəsaiti hesabına ödənişli əsaslarla yararlanır bu xidmətdən. Vətəndaş Sumqayıt sakini deyil, hər hansı bir regiondan Sumqayıta səfər edib, yəni bir qonaq gəlib belə deyək və hər hansı bir orqanda ağrı var. O birbaşa hara müraciət edə bilər? Poliklinika şöbəsinə. Yəni bəzən deyirlər ki, qeydiyyatda olduğunuz ərazi üzrə müraciət etməlisiniz. Amma burada bir belə deyək, çərçivə varmı ki, ancaq qeydiyyatda olduğunuz ərazi, yoxsa Azərbaycan Respublikasının vətəndaşısa istənilən yerə müraciət edə bilər? İcbari tibbi sığorta sistemində qeydiyyat prinsipi mövcud deyildir. Azərbaycan vətəndaşı hər bir poliklinikaya müraciət edib xidmətin ala bilər. Kimlər icbari tibbi sığortadan istifadə edə bilməz? Hər bir Azərbaycan vətəndaşı sığorta olunan hesab edilir. Sığorta olunmayan şəxslərimiz bu xarici vətəndaşlardır. Bir də sənədsiz vətəndaşlar deyirik. Sənəd təqdim etməyən vətəndaşlar bizim üçün sığorta olunmayanlar sayılır və onlara ödənişli əsaslarla xidmət göstəririk. Təcili hallarda onlara xidmət göstərilir. Təcil yardım bölmələrinə müraciət zamanı təbii ki, biz onlara xidmət göstərməliyik. İcbari tibbi sığorta çərçivəsində evdə tibbi xidmətlər nəzərdə tutulur. Vətəndaşlar üçün evdə sığorta olunan üçün evdə tibbi xidmət nəzərdə tutulub. Bu sığorta olunana təhkim olunan ailə həkimi tərəfindən, təcili və təxirə salınmaz hallarda isə təcili yardım briqadası tərəfindən həyata keçirilir. Buradan daha bir sual doğur. Tarix əsaslı həkim xidmət göstərə bilərmi evdə? Ödənişli əsaslarla xidmət göstərəcək. Onlar ödənişli əsas. Bəli, onlar ödənişli əsaslarla. Hər hansı bir problem yaransa belə həkimin evə dəvət olunması. Bəli. Yalnız ailə həkimi adından görünür ki, ailə həkimi də ərazidə xidmət göstərməlidir. Eynən Ramiz. Sumqayıt Tibb Mərkəzində ortalama günlük müraciət və xidmət sayı barəsində məlumat verərsiniz. Sumqayıt Tibb Mərkəzinin ortalama günlük müraciət sayı 6000 üzəridir. Xidmətlərimizin sayı isə 18000 üzəridir. Lakin Ramiz, biz bunlarla kifayətlənmirik və bu sayların artırılması istiqamətində işlər aparırıq. Xəstə xidmətləri şöbəsi olaraq gələcək hədəfləriniz nədir? Vətəndaş məmnuniyyətinin maksimuma çatdırmaqdır. Vətəndaşlara səmərəli, şəffaf və sürətli tibbi xidmətin təşkil etməkdir. Şöbə olaraq bütün personalımızın bilik bacarıqlarının artırması məqsədilə daim təlimlərin keçirilməsi nəzərdə tutulur. Hədəfimizdir, hədəfləyirik bunu. Eyni zamanda xəstələrə daha keyfiyyətli və sürətli xidmət göstərilməsi üçün ənənəvi qeydiyyat sistemindən tam olaraq rəqəmsal qeydiyyata keçirilməsini hədəfləyirik. Leyla Sədiyevin hədəfi nədir? Leyla Sədiyevanın hədəfi vətəninə, xalqına yararlı bir vətəndaş olmaqdır. Leyla xanım, bizim bir ənənəvi sualımız var. Hər bir qonağımıza bu sualı ünvanlayırıq. Can həkimi verilişi olaraq bizə təklif edin. Verilişinizin daha interaktiv keçməsini düşünürəm. Düşünürəm ki, daha faydalı olar. İzləyicilər tərəfindən verilən suallar dəvət olunan qonaq tərəfindən anındaca cavablanılar və izləyicilərimizə bu daha faydalı olar. Eyni zamanda izləyicilərimizə bu verilişi izləmələrini tövsiyə edirəm. Məlumatlı olsunlar ki, sağlıqlarının keşiyində dura bilsinlər. Təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiyinizə görə minnətdaram. Can həkimi verilişinin bu dəfəki buraxılışında Sumqayıt Tibb Mərkəzində xəstə xidmətlərinin təşkilindən söhbət açdıq. Çalışın, sağlam olun. Növbəti buraxılışlara dək.